Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistan Silahlı Qüvvələrinin Şuşa rayonunun mərkəzində və kəndlərində törətdiyi cinayət hadisələri araşdırılır. 1989-1992-ci illərdə törədilən cinayət hadisələri üzrə toplanmış sənədlər, sübutlar, hadisə yerinin baxış protokolları tədqiq olunur, həmin vaxt törədilən cinayət hadisələri zamanı zərər çəkmiş şəxslər ifadə verirlər. Zərər çəkmiş Ağalar Əliyev təqsirləndirilən şəxslərdən Arkadi Kukasyanı tanıdığını dedi. Bildirdi ki, Arkadi Kukasyanın baş redaktor olduğu Sovetski Qarabağ qəzetinin fəaliyyəti Azərbaycanlılara qarşı təbliğat aparmaq idi. Hətta həmin vaxt sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan bu qəzetə Azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə müsahibə də vermişdi. Ağalar Əliyev ifadəsində həmçinin qeyd etdi ki, o Şuşada doğulub və orada yaşayıb. 1988-ci ildə Miatsum hərəkatı başlandıqdan sonra ermənilər Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsini tələb edirdilər. Məqsədlərinə çatmaq üçün əvvəlcə daş terroruna başladılar. Ermənilərdən ibarət qruplar yollarda toplaşır, Azərbaycanlıları, onların avtomobillərini, avtobusları daşa basırdılar. İnsanlar yaralanırdı, əmlaka zərər dəyirdi. Bununla onlar Azərbaycanlılarda qorxu yaratmaq istəyirdilər. Zərər çəkmiş şəxs baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında dedi ki, 1991-ci il noyabrın 21-də Şuşa müxtəlif tipli silahlarla atəşə tutulub. Bu hücuma cavab vermək üçün isə Azərbaycanlıların silah sursatı olmayıb. Ümumiyyətlə 1991-1992-ci illərdə Şuşa mütəmadi olaraq müxtəlif tipli silahlarla atəşə tutulub. Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandırarkən söylədi ki, həmin vaxt Sovet ordusunun 366-cı alayının hərbi texnikası da Ermənistan Silahlı Qüvvələrinin istifadəsində idi. Şuşa ağır texnika, iri çaplı silahlarla işğal olundu. Əliyalın Azərbaycanlılar bunun qarşısını almaq üçün uzun müddət müqavimət göstərə bilmədi. Zərər çəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında əsir və girovların dəyişdirilməsi prosesində də iştirak etdiyini vurğulayaraq bildirdi ki, həmin vaxt qarşı tərəf insan alveri ilə məşğul idi. Əsir və girovları azad etmək üçün Azərbaycanlılardan pul tələb edirdilər. Ağalar Əliyev zərər çəkmişlərin nümayəndələrinin suallarını cavablandıraraq dedi ki, Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəyib. Bu müharibə onun gəncliyini əlindən alıb. Ardınca təqsirləndirilən şəxslərin müdafiəçiləri, eləcə də təqsirləndirilən şəxslər Arkadi Kukasyan, zərər çəkmiş şəxs Ağalar Əliyevə suallar verdi. Təqsirləndirilən Arkadi Kukasyan zərər çəkmiş şəxsi tanımadığını iddia etdi. Sovetski Qarabağ qəzetində baş redaktorun müavin işlədiyini, 1991-1992-ci illərdə qəzetin dərc olunmadığını bildirdi. Zərər çəkmiş şəxs Orduxan Kərimov 1991-1992-ci illərdə Şuşa ətrafında gedən döyüşlərdən, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanlılara hücumlarından danışaraq dedi ki, həmin vaxt atəş altında olan mülki insanlara kəndlərdən çıxmağa imkan verilməyib. Azərbaycanlıların avtomobilləri atəşə tutulub. Kərkicahan işğal ediləndə şəhidlərimiz olub, evlər dağıdılıb, insanlar yaralanıb. Ermənilər 1991-ci ilin yayında ot biçini vaxtı Sırxavənddə 4 nəfəri öldürüb yandırıblar. Şuşanın intensiv atəşə tutulması, Şuşa rayon polis şöbəsinin raketlə vurulması nəticəsində 2 nəfər Azərbaycanlı şəhid olub. Mülki əhali məcburən zirzəmilərə sığınıb. Zərər çəkən dedi ki, 1992-ci il mayın 7-sində Şuşaya dayanmadan atəş açılıb. Zərər çəkən Məhərrəm Hüseynov da təqsirləndirilən Arkadi Kukasyanı Sovetski Qarabağ qəzetinin redaktoru kimi həmin illərdən tanıdığını, amma şəxsi tanışlığının olmadığını dedi. Bildirdi ki, 1988-ci ildə ermənilər Xankəndidə mitinqlər keçirəndə bu barədə həmin qəzetdə materiallar verilirdi. Məqalələrdə erməniləri mitinqlərə çağırırdılar. Zərər çəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən dedi ki, həmin vaxt Şuşa rayon polis şöbəsində çalışıb. İmkan daxilində Şuşa əhalisini qorumağa çalışıb. Amma silah-sursat baxımından imkanlar qeyri-bərabər olub. Ermənistan Silahlı Qüvvələri Şuşanı ağır texnika ilə intensiv atəşə tutub, qanlı cinayətlər törədib. 1992-ci il fevralın 10-dan 11-nə keçən gecə Ermənistan həmin vaxt Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olmuş, hazırda isə Xocalı rayonunun tərkibində olan Malıbəyli kəndini işğal edib. Kəndə hücum zamanı onlarla Azərbaycanlı şəhid olub. Mülki əhali soyuq, şaxtalı havada öz evini məcburi şəkildə
dərk edərək canını qurtarmağa çalışıb. Fevralın 25-dən 26-sına keçən gecə isə düşmən Xocalı soyqırımını törədib. Zərər çəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında dedi ki, həmin gecə Xocalıda günahsız mülki azərbaycanlılara qarşı ağla sığmayan cinayətlər törədilib. Yaralıları Ağdam məscidinə daşıyıblar. Meyitlər tanınmaz halda olub. Meyitlərin qulaqları, qadınların sinələri kəsilib, körpələrin gözləri çıxarılıb. Ermənilərə elə təbliğat aparmışdılar ki, həmin gecə azərbaycanlılardan amansızcasına qisas alınmalı idi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən dedi ki, həmin vaxt Şuşada bir dənə də olsun ağır hərbi texnika olmayıb. Ermənistan silahlı qüvvələri isə hər gün Topxana meşəsindən Şuşanı raketlərlə atəşə tutub. Zərər çəkmişlərin nümayəndəsinin sualına cavabında Məhərrəm Hüseynov dedi ki, bütün bu faciələrin törədilməsində məqsəd azərbaycanlıları yurt yuvasından qovmaq, Azərbaycan ərazilərini Ermənistana birləşdirmək olub. Zərər çəkmiş Arif İbrahimov dedi ki, Şuşa işğal olunarkən şəhər dağıdılıb. Məqsəd Azərbaycanlıların izini silmək olub. Şuşadakı yaşayış evləri ilə yanaşı sosial obyektlər, beynəlxalq əhəmiyyətli abidələr də hədəf götürülüb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhmlinin sualına cavabında zərər çəkən dedi ki, 1991-ci ildə Şuşanın giriş-çıxış yolları atəş altında idi. Şuşa əvvəlcədən hazırlanmış plan üzrə işğal olunub. Çünki şəhərə hücumlar ardıcıl və planlı xarakter daşıyıb. Zərər çəkmiş Əvəz Məmmədov dedi ki, Şuşanın işğal planı 1988-ci ildə Xankəndidəki mitinqlərdə hazırlanıb. Həmin vaxtdan başlayaraq şəhərə gələn və gedən avtomobilləri atəşə tutur, insanları gülləliyirdilər. Şəhər ağır artilleriya ilə atəşə tutulurdu. Şuşaya tanklardan atəşlər açılırdı. Zərər çəkmiş şəxslərin nümayəndələrinin sualına cavabda Əvəz Məmmədov dedi ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhərə bütün istiqamətlərdən zərbələr endirilib. Həmin vaxt bütün silahlardan istifadə olunub. İnsanlar küçələrdə qalan meyitləri belə dəfn edə bilməyib. Şuşa işğal ediləndən sonra talan olunub. Tarixi, mədəni, dini abidələri dağıdılıb. Zərər çəkmiş Niyazi Həsənov Malıbəyli və quşçuların işğalından danışaraq dedi ki, həmin vaxt kəndlər mühasirədə idi. Əlaqə yalnız vertolyotlarla olub. Sonradan hava əlaqəsi də kəsilib. Kənd daim iri çaplı silahlardan atəşə tutulub. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda zərər çəkmiş bildirdi ki, o Malıbəylidə yaşayıb. 1992-ci il fevralın 9-da kəndə hücum olanda anası ilə bərabər yaralanıb. Fevralın 11-də isə kənd işğal olunanda məcburi şəkildə Malıbəylini tərk ediblər. Kənd sakinlərinin mülkləri Malıbəylidə qalıb. Həmin gecə kənd atəşə tutulanda Malıbəylinin sakinləri şəhid olub və yaralanıb. Düşmən onlara meyitləri götürməyə belə imkan verməyib. Onun yaralı vəziyyətdə kənddən çıxmasına kömək edən Malıbəyli sakini Elşən adlı gənc şəhid olub. Yaralı olduğu üçün onu Ağdam xəstəxanasına yerləşdiriblər. Amma Xocalı soyqırımı baş verəndə Ağdam xəstəxanasına gətirilən yaralıların sayı çox olduğu üçün onu məcburiyyət qarşısında palatadan çıxarıb həyətdə ağac altında yerləşdiriblər. Zərər çəkmiş dedi ki, bu faciədən sonra Malıbəylinin bəzi sakinləri yurt həsrətindən dünyasını dəyişdi. Zərər çəkmiş Sədirxan Əhmədov dedi ki, quşçuların işğalı zamanı əzizlərini itirib. 1992-ci ilin fevralında köməksiz vəziyyətdə olan kəndə hücum olub. Kənd sakinləri şəhid olub və yaralanıb. Onlara qətlə yetirilən qardaşı oğlunun meyitini belə götürməyə imkan verilməyib. İclasda həmçinin zərər çəkmişlər Niyazi Həsənov və Sədirxan Əhmədov barəsindəki tibbi ekspertiza rəyləri elan olundu. Məhkəmə prosesi aprelin 28-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.